Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli izləyicilər, hər birinizi xoş gördük. Allah ibadət və itaətlərinizi ali dərəcədə qəbul eləsin inşallah. Mövzumuz Qur'an-ı Kərimin dərsləri və təfsiridir ki, Bəqərə surəsini təfsir edirdik, yetişdik 83-cü ayəyə. İnşallah bu bəhs edəcəyimiz mövzu 83-dən 86-cı ayənin özünə kimidir ki, Bəqərə surəsinin bu hissələri Yəhudilər haqqında, Bəni İsrail haqqında olan dastanlardan, qanunlardan, hökmlərdən bəhs edir. Qeyd edim ki, 83-cü ayənin və 86-cı ayəyə kimi məzmunları Allahın Bəni İsraillə bağladığı bir sıra əhdlər var. Səhv eləmirəmsə, ümumiyyətlə Qur'an-ı Kərimdə 12 ya 13 əhddir ki, Allah Teala Bəni İsraillə bu əhdləri bağlayır və 9-u bu qeyd etdiyim ayələrdə Allah Teala zikr eləyibdir. Ümumiyyətlə, bu ayələr hansı mövzulardan bəhs edir, hansı əhdlərdən bəhs edir və mən burada ayələrin özünü bəhs etdikdən sonra bir neçə tarixi nöqtəyə, bir neçə digər Allahın hökmündə olan nöqtələrə işarə eləyəcəm. Ayənin özünə başlayaq. Bismillahirrahmanirrahim. وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ. Bir çox, təqribən 7 əhd bu ayədə bəhs eləyir. Allah Teala Həzrəti Rəsulullah dövründə olan Yəhudilərə xatırladır ki, Həzrəti Musa əleyhissalam zamanında bu əhdləri mən Bəni İsraillə bağlamışdım. Və bu əhdlər elə bir əhdlərdir ki, ümumiyyət tapır bir mənada ki, həm xristianlara aiddir, Məsihilərə, həm də bugün biz müsəlmanlara aiddir. Birinci məsələ və əhd bundan ibarətdir ki, Allah Teala buyurur: وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ أَلَّا تَعْبُدُونَ إِلَّا اللَّهَ. Buyurur ki, bizim Peyğəmbərə, ya Rəsulallah, yadınıza gətirin, yəni Yəhudilərə de ki, yadlarına gətirsinlər nəyi? O əhdləri ki, o zaman ki biz onlarla əhd bağladıq Bəni İsraillə. Birinci əhd nədən ibarət idi? Lə tə'budunə illallah. Allahdan başqasına ibadət etməyin. Təbii ki, hər bir şeydən öncə birinci əhdin başlanğıcı və başı, ən üstünü bu olmalıdır ki, öz Allahını tanımalısan ki, həyatda digər işlər davam eləsin, öz ayağı üstündə qalsın. Və odur ki, bugün bu məsələni mötərəzə arası qeyd edeyim. Görürük ki, bəzi vəhabiyyət məsələlərində də bir sıra proqramlar onlara tapşırılıb ki, təvhid proqramları altında başlayırlar öz fikirlərini söyləməyə. İbadət belə gəldi, şirk belə getdi, müşrik belə, bütpərəstlik belə. Və bunu demək istərdim ki, İstər İslam aləmində əhl-i-sünnə alimləri olsun, istər şiə alimləri olsun, fərq etməz. Bu ayəni olduğu kimi düşünürlər, olduğu kimi təfsir edirlər. Çünki burada qaranlıq bir məsələ yoxdur. Lə tə'budunə illallah, Allahdan başqa heç nəyə ibadət etməyin. Bu məna vəhabilər dediyi kimi sadəcə dildə deyil, Allahdan başqa heç nəyə ibadət eləməyin. Ümumiyyətlə, Allahdan başqa heç kəsə və heç bir varlığa ibadət etməməyin
Mənası budur ki, insan öz müstəqilliyini qoruya. Çox təəssüflər olsun ki, bəzi din xadimləri, elə Vəhabiyyətin özündə bəzi din xadimləri görürsən ki, müxtəlif ölkələrin proqramlarını icra edirlər, öz azadlıqlarını qorumurlar. Amma məsələ şiyə və əhl-i sünnətə gəldikdə öz işğal və iradlarını eləyirlər ki, məsələn, filan şey şirkdir, filan şey belədir, Mövlananın qəbrini ziyarəti şirkdir, nə bilim, Əhl-i Beytin qəbirlərinin ziyarəti şirkdir. Bir halda ki, özü başqa bir yerə bağlıdır. O başqa bir yerə bağlı olmağın şirkdir, nəinki ziyarət etmək. Bu bir məsələdir ki, təvhid anlayışı budur ki, yəni sənin müstəqilliyin ola. Sənin müstəqilliyin ola. Sən bizə bağlılığın Allaha olur. Başqa Allahdan qeyrisində sən müstəqilsən. Yeganə varlıq Allahı bilirsən. Burada təvhid öz mənasını tapmış olur. Təvhid öz mənasında yerinə oturmuş olur. Nəinki təvhidi dildə Allahdan başqasına ibadət eləmə, bu başqa bir şey. Allahın əmri əsasında hər bir şey ibadət sayılır və bu məsələni düzgün başa düşüb, düzgün anlamalıdırlar. O qədər şəxslər var idi ki, şirk, müşriklər haqqında fətvalar verirdilər və səcdə etməkdən alınlarında səcdənin izi, möhrün izi qalmışdı. Amma onlar da nə deyir? Görürsən ki, şirk, müşrikdən o qədər danışdılar. Axırda yollarını azdılar. Əmirəl-Möminin Əli əleyhissalamı tək qoydular. Əli əleyhissalamdan da təvhidçisi yox idi ki, Vəhabilər. İmam Hüseyin əleyhissalamdan da daha təvhidçisi yox idi ki, onları tək qoydular və odur ki, bu sözləriniz, bu məsələləriniz İslam aləmi üçün qəbul olunmazdır. Əvvəl öz azadlığınızı tapın, ondan sonra təvhidi başa düşə biləcəksiniz. Təvhid o deyil ki, dildə la ilahə illallah deyəsən, amma özün başqa bir yerə bağlı olasan. Mühüm məsələdir, bəli, biz də başa düşürük. Əşhədu ən la ilahə illallah və ənə Muhammedən Rasulullah və ənə Aliyyən vəliyyullah. Və Allahın birinci əhdidir, Bəni İsraillə la ta'buduna illallah. Allahdan başqasına ibadət etməyin. Bu birinci əhd. İkinci əhd və bil valideyni ihsana. Ata, anaya yaxşılıq eləyin, valideynə yaxşılıq eləyin. Digər ayələrdə var ki, valideyn Allahdan sonra sizin tərbiyəçinizdir, sizin kiçik tərbiyəçinizdir. Böyük tərbiyəçi Allah hesab olunur, kiçik tərbiyəçi isə valideyn hesab olunur. Ümumiyyətlə, valideyn haqqında həm rivayətlərimizdə sözlər çoxdur, hədislər çoxdur və ananın öz məqamı var, atanın öz məqamı var. Bunlar hamısı qorunmalıdır, ehtiramı vacibdir. Bu əhd və peymandan görünür ki, Bəni İsrailin valideynlə o zaman davranışları düzgün deyildir. Təbii ki, bugün biz müsəlmanlarda da ola bilər o şəxslər, o dəstələr, o insanlar ki, öz ata-analarınla rəftarlarını düzgün şəkildə edə bilmirlər, rəftarları düzgün şəkildə deyil. Bu, bizdə də ola bilər, təbiidir. Hər halda söhbətimin əvvəlində, təfsirin əvvəlində də qeyd etdim ki, burada olan əhdlər ümumi əhdlərdir. Həm Yəhudiyyətə, həm Məsihiyyətə, həm müsəlmanlara aid olan qanunlardır. Və bil valideyni ihsana, ata-anaya yaxşılıq eləyin və bu ikinci əhddir. Üçüncü əhd və zil qurba, vəl-yətama, vəl-məsakin. Bu ehsanı zil qurba, yaxınlarınıza, yəni qohumlarınıza, vəl-yətama, yetimlərə, vəl-məsakin və miskinlərə də eləyin. Burada bunların hərəsinə qısa bir izah verək və zil qurba dedikdə insana yaxın olan dəstələr kimdən hesab olunur? Təbii ki, insana yaxın olan birinci insanın ailə üzvüdür, atasıdır, anasıdır, birinci dərəcəli, oğludur, qızıdır, qardaşıdır, həyat yoldaşıdır ki, birinci dərəcəli hesab olunurlar.
və ikinci dərəcəli əmoğlu, dayıoğlu, xalaoğlu, biraz belə deyək, uzaq və digər qohumlar. Ümumiyyətlə, görürsən ki, bəzi vaxt sədəqə bəhsində də var, deyir ki, sədəqəni hansı fəqirə verək? Deyir, o fəqir ki, birinci öz nəslindən ola. Əgər nəslində yoxdursa, məsələn, qonşundan ola, qonşundan yoxdursa, məsələn, şəhərdən ola, şəhərdə yoxdursa, biraz məntəqə uzaqlaşır. Ümumiyyətlə, bu yaxınlıq Allahın əmri bunun üzərində dayanır ki, hər kəs öz yaxınlarını ayaq üstə saxlaya bilsə, bu özü böyük işdir və belə deyək, fəqir kasıb tapılmaz. Zil qurboya ehsan edin, qohumlara, yaxınlara və qeyd etdiyim kimi əhatəsi böyüyür. Və odur ki, zil qurboya da ehsan bir əhd idi ki, Allah bunu Bəni İsraillə bu əhdi bağladı. İkinci, vəliyyətama ki, bu cümlədə yetimlərə. Təbii ki, yetimin insanın himayəsində olan yetim və olmayan yetim. Mümkündür, ümumiyyət tapır bu yetimlər kəlməsi. Bu mənada ki, bütün yetimlərə ehsan edin, yaxşılıq edin, bütün yetimlərə və bu yaxınlarda Türkiyə televiziyasında bir xoş hadisə, xoş xəbər gördük. Bundan ibarətdir bir evlilikdə gəlin və bəy qızıl və pul istəməmişdi və məclis üzvlərindən xahiş etmişdilər ki, hər kəs özündən bir yetim gətirsin. Baxın, yetim ümumiyyətlə o kəs olur ki, ya atası, anası, ya hər ikisi olmur və görürsən ki, uşaq həmişə sıxıntıdadır, uşaq ruhu açılmır. Və odur ki, belə bir məclislərə onların gətirməklə böyük sevincə səbəb olur. Hər bir şeyi həyatda pul həll eləmir. Bəzi məhəbbətlər var, bəzi eşqlər var, bəzi ruh oyanışları var ki, onları xoş bir rəftar həll eləyir. Pul həll eləmir. Bəlkə də milyonlar xərcləsən, o həll olmaz. Amma xoş bir rəftar onu həll eləyir. Ona görə dünyanı nicat verəcək yeganə şey insanın xoş əxlaqıdır. Vəliyyətama, yetimlərə ehsan eləyin. Hətta digər ayələrdə öz yetimlərinizi belə ki, gəlib həddi buluq həddinə çatdıqda onların Allah Teala buyurur, roşd həddinə çatdıqda onların haqlarını qaytarın. Hətta orada qeyd olunur ki, roşd həddindən məqsəd nədir? Deyir, roşd həddindən məqsəd odur ki, yetimin ictimai, yəni şərii həddi buluğundan başqa ictimai də yetkinliyi ola, özünü idarə eləyə bilə, o mal dövləti əlinə aldıqda, belə deyək, idarəçiliyi başarır. Bu həddə kimi yetimlər bizə tövsiyə olunur Qur'an-ı Kərimdə. Və üçüncü cümlədir ki, burada qeyd olunur, o məsakindir, miskinlərdir. Və deyərdim ki, fəqirlə miskin arasında fərq var. Fəqir bir illik, məsələn, və yaxud bir aylıq gəliri dolanışığını idarə etməyən şəxsə deyirlər. Məsələn, əgər bir şəxsin, belə deyək, 1000 liraya dolanırsa bir aylıq dolanışı, bunun gəliri məsələn 500-dür, 600-dür. Bu fəqir hesab olunur. Amma miskin o kəsdir ki, artıq onun fəqirliyi, kasıblığı dərəcəsi bu fəqirdən də aşağıdır. Və burada bizə miskinlər də tövsiyə olunur. Allah deyir, mən bu əhdi o zamandan bağlamışam kimlə? Yahudilərlə və Bəni İsraillə. Bu üçüncü əhd. Dördüncü əhd buyurur, və qulu linnasi husna, cəmaatla gözəl sözlə, gözəl rəftarla danışın, hərəkət eləyin. Əsasda gözəl sözü deyir və digər bir ayədə var ki, buyurur Allah Teala, ya Rəsulallah, əgər sən qəlbin qəliz olsaydı, rəftarın pis olsaydı, müsəlmanlar fənfəzzu min havlik, sənin ətrafından dağılardılar, pərakəndə olardılar. Burada dördüncü əhd ola bilər olaraq və qulu linnasi husna. Bəx qeyd etdiyim kimi, gözəl rəftar, gözəl söz yeganə şeydir ki, insanları xilas edir, cəmiyyəti xilas edir və geniş desək, dünyanı xilas edir. Beşincisi isə budur, və əqimus sələtə, namazı iqamə eləyin, namazı dirildin. Və burada
namazı dirildin, diri saxlayından məqsəd namazı cəmaət şəklində qılınmasıdır. Cümələrə işarə olunur. Xüsusən o namaz ki, insanın fərdi qıldığı namazdan əlavə cəm qıldığı namaza da daha çox işarə olunur ki, çünki namaz həm fərdi, həm ictimai bir ibadətdir. Fərdi budur ki, özün evdə tək qılırsan, ictimai ibadəti budur ki, cəmlə qılırsan, cümə kimi və cəmaət kimi ki, bu da bərəkətli və bəlasız yaşama səbəb olur və həm də ilahi vəzifəni yerinə yetirmiş olursan. 6-cı əmr və ya əhd və atuz zəkatə. Allah məsələnin maddi cəhətinə də işarə eləyir ki, zəkatınızı verin. Sümmə təvəlləytum. Bu birinci ayədə 6 bəhs elədi. Sümmə təvəlləytum illə qalilən minkum və antum murizun. Allah Teala deyir, ey bəni İsrail, mən sizdən bu 6 əhdi ki bağladım. Bu ayənin axırıdır, 83-cü ayənin. Sonra siz sümmə təvəlləytum. Bu əhdlərdən üz döndərdiniz. İlla qalilən, məgər az bir hissəniz, minkum, sizdən az bir hissəniz iman gətirmiş olduğunuz və əntum murizun, bir halda ki, çoxlarınız artıq bundan üz döndərdiniz. Sonra keçid eləyirik 84-cü ayəyə. Bu ayədə Allah Teala buyurur: "Və iz əxəznə misaqakum la təsfikun dima'akum." Artıq bu ayənin burada 7-ci əhd peymana Allah işarə eləyir. O bundan ibarətdir ki, "Və iz əxəznə misaqakum." Sizdən biz bir dənə də əhd almışıq. Nə idi? La təsfikun dima'akum. Bir-birinizin qanınızı tökməyin. Bir vəhşi cəv, bir vəhşi fəza hakimiyyəti idi o zaman Bəni İsrail oğulları arasında, nəsil davası, tayfa davası, bir böyük geri qalmışlıq var idi, inkişafsızlıq var idi. Biri də nəticəsi qan tökməklə olurdu. Bu gündəki həmin dəstə, həmin qrup o cürdür. 8-ci bundan ibarətdir. Və la tuxricuna anfusakum min diyarikum. Bir-birlərinizi öz evlərinizdən, diyarınızdan, şəhərinizdən qovalamayın, çıxartmayın. Görürsən ki, qan tökmə, qan tökdükdən sonra bir-birlərini və yaxud evlərindən qovmaq, çıxartmaq belə bir belə bir cəv hakimi idi bunlara. Və Allah buyurur 8-ci əhd olaraq biz sizlə bunda əhd bağlamışıq ki, bir-birinizi evlərinizdən çıxartmayın. Və 9-cu buyurur və in ya'tukum usara tufaduhum. Bu döyüş olurdu aranızda, cəng olurdu, əsir düşürdü bir-birinizdən. Allah deyirdi, fidyə toplayın, əsirləri azad edin. Əsirlərinizi azad edin. Summa əqrərtum və əntum təşhədun. Siz bu 9 əhd ki, burada dedik, siz bunları iqrar elədiniz. Dilinizlə də iqrar elədiniz, qəbul elədiniz və əntum təşhədun. Bir halda ki, siz bu əhdlərə, peymanlara agah idiniz və şəhadət verirdiniz. Amma nəticə etibarilə görürük ki, qəbul eləmədiniz əməli olaraq. Sonra 85-ci ayədə buyurur: "Sümmə entum haulâ taqtulûne. Sümmə entum haulâ taqtulûne enfusakum və tuxricûne fərîqən minkum min diyarihum." Sonra siz bir-birinizi öldürməyə başladınız bu əhd peymandan sonra və tuxricûne fərîqən minkum min diyarihim. Bir dəstəniz digər dəstənizi başladınız nə eləməyə? Evlərindən çıxartmağa. Təzahərûnə əleyhim bil ismi vəl udvani. Bir-birinizə günahda, təcavüzdə kömək elədiniz. Onlar sizə, siz onlara. Onlar sizə, siz onlara. Burada işarə eləyəcək tarixi hadisədə onlar kimi idi. Ovsla Xəzrəc, məsələn, Bəni Nəzirlə, Bəni Qureyzə tayfalar, bunların birləşmələri var. Tarixi nöqtəsində işarə eləyəcək. Bir-birlərinə başladılar kömək eləməyə. Nədə? Təcavüzdə və günahda. Və in ya'tukum usara tufaduhum. Və bir dənə məsələni sadəcə yerinə yetirdiniz. Əsir düşdükdə fidyə yığdınız, əsirləri azad elədiniz. Bundan başqa bu əməllər içərisində 9-un 8-ini tapdaladınız. Və huvə muharramun əleykum ixracuhum. Onları evdən
çıxartmaq, bir-birinizi evdən çıxardıb qovalamaq, diyarlarından ixrac etmək haram olmuşdur sizə. Sizin sonra bir dənə də pis işiniz var idi. O bundan ibarət idi. Əfətu'minuna bi bəzil kitab və təkfuruna bi bəz. Nəticə etibarilə Allahdan gələn hökmlərin bəzilərinə əməl elədiniz, qəbul elədiniz, bəzilərini dandınız. Nəyi qəbul elədiniz? Məsələn, əsirləri azad eləmək. Nəyi dandınız? Gerdə qalan əhdləri. Bu qədər açıq-aşkar Allah bəyan edir. Fəma cəzau mən yəf'əlu zəlikə minkum illə xizyun fil həyatid dünya. Hər kəs bu işi görsə bunun cəzası nədir? Bunun cəzası Allah buyurur, dünyada zəlil və xar olmaqdan başqa bir şey deyil. Bugün müasir dünyada da həmin rejimin xar və zəlil olmasını görürük. Və yevməl qiyamətu yuradduna ilə əşəddil əzab. Qiyamət günü də əzabınızın daha şiddətli olmağını görəcəksiniz və bunu qətən görəcəksiniz. Və mallahu biğafilin əmmə tə'malun. Allah bu şeylərə qafil deyil, bu şeylərdən qəflət eləmir sizin bu əməllərinizdən və görür. Və 86-cı ayə, axırıncı ayə buyurur ki, Ulaikəl-ləzīnə iştərəvul həyətəd-dünya bil-əxirə fələ yuxaffəfu anhumul azabu və ləhum yunsərun. Allah buyurur, onlar, yəni Bəni İsrail, satdılar nəyə? Dünya ləzzətinə satdılar axirəti. Ki, bu dava ilə, qan töhməklə, əlbəttə, bunun özü də bir ümid edirdilər, ləzzətdir. Quran o cür bəyan edir. Fələ yuxaffəfu anhumul əzab. Nəticə etibarilə sizin əzabınız yüngülləşməyəcək. Və ləhum yunsərun və sizə kömək olunmayacaqdır. Bu ayələrin, bu 4-5 ayənin bir neçə nöqtəsinə işarə edək. Birinci nöqtə, bu ayənin bir sıra tarixi bəhsi var ki, birinci ondan ibarətdir. Bu bəhs bundan ibarət idi ki, Yahudilərin iki tayfası, Bəni Qureyzə və Bəni Nəzir və eyni zamanda ərəblərin iki tayfası ki, müşrik tayfası Ovsla Xəzrəc var idi. Bəni Nəzir Xəzrəc tayfasından əhd peyman bağladı. Biz müharibə eləsək, məsələn, siz bizə kömək eləyin, sizə olsa, məsələn, biz sizə kömək eləyəcəyik. Bəni Qureyzə də Ovs tayfasından qərardat bağladı ki, bir-birimizin problemlərimizdə yanımızda olaq. Təsəvvür eləyin, bir tərəfdə Bəni Qureyzə Yahudi və Xəzrəc müşrik tayfası, digər tərəfdə isə bir tərəfdə Bəni Nəzir və Xəzrəc, digər tərəfdə Bəni Qureyzə və Ovs tayfası, biri müşrik, biri Yahudi, biri müşrik, biri Yahudi. Bunlar başladılar bir-birindən döyüşə, cəngə, bir-birini çıxartmağa, evlərindən qovmağa, bu ayə, əhd peymanlar ki, tapdaladılar, Allaha ibadət olunmadı, qan tökdülər, bir-birini evlərindən, diyarından qovaladılar və burada Yahudilərin münafiqliyi yenə başladı. Əvvələ böyük bir səhv elədilər ki, bunlar tək Allaha ibadət eləyirdi, bunlar Peyğəmbər görmüşdü ki, görən bir tayfa qoşuldular müşrik bir tayfaya, Xəzrəc və Ovsa qoşuldular. Digər tərəfdən bunların yenə münafiqliyi burada başladı ki, biraz ara sərinləşəndə Bəni Qureyzə ilə Bəni Nəzir gəlirdi, birləşirdi. İndi ya Ovs tərəfdə, ya Xəzrəc tərəfdə bunların əsirləri qalmışdı. Dallıqda gəlirdilər, birləşirdilər, çox təəccüblüdür. Burada pul yığırdılar ki, fidyə vasitəsindən o əsirləri buraxsınlar. İndi təsəvvür eləyin, burada yığdıqları pulla, məsələn, Ovs tayfasından burada pul yığırdılar, bir Yahudi kimi, öz əsirlərini buraxırdılar. Burada Ovs tayfasından kim qərardat bağlamışdı? Bəni Qureyzə. Bəni Qureyzə o azad olan əsrin pulunda da şərik idi. Çünki baravar mübarizə eləyib əsir tutmuşdular. Yəni, belə bir həm özləri özlərindən sui-istifadə eləyirdilər, həm də özləri bu Ovs və Xəzrəc tayfalarından sui-istifadə eləyirdi. Məsələnin tarixi bəhsi budur və Qur'an-ı Kərim də buna işarə edir. Allahın hökmündə bəzisini qəbul elədiniz, bəzisini qəbul eləmədiniz.
Və digər nöqtə Allahın hökmünə işarədir ki, bəzisini tutdunuz, bəzisini tutmadınız. Məsələ bundan ibarətdir ki, Allahın bəzi hökmlərini ki, qəbul elədiniz, həmən əsir azad eləmək, əsir fidyə verməkdir. Amma tutmadığınız hökmlər yerdə qalanlar idi ki, hamısını nəzərə almadınız. Üçüncü nöqtə olaraq işarə eləmək olar ki, bir millətin, bir cəmiyyətin diri qalması üçün hansı proqramlara ehtiyac var? Bu ayələrdən nə istifadə olunur? Birinci budur. Lə tə'budunə illallah. Allahdan başqa heç kəsə gərək sökənəcəyin olmasın. Allaha yalnız sökənəcəyin olsun və yeganə qüdrət və varlıq Allahdır. Diri qalmaq, sağ qalmaq istəyirsən, xoşbəxt qalmaq istəyirsən, bu birinci proqram. İkincisi bundan ibarətdir ki, bir millətin əbədi olaraq qalmağı üçün gərək ictimai əlaqələr yerində bərpa ola və bil valideyni ehsana. Ata-ana ilə rəftar ictimai əlaqədir. Və zil qurba vəl yətama vəl məsakin, yetimlərlə, miskinlərlə, qohumlarla və qululin nasi husna. Və bunlarla gözəl rəftar, cəmaatla gözəl rəftar ictimai əlaqələrdir. Əgər istəyirsən bir millət əbədi qala və qululin nasi husna, ictimai rəftarı gözəl şəkildə riayət edib diqqət eləməlidir. Üçüncü məsələ mali məsələdir ki, zəkat gərək ödənə, bir millətin qalmağı üçün vergi, zəkat gərək ödənməlidir ki, bir millət, bir hökumət ayaqda qala. Amma bundan əlavə, bunu da qeyd edeyim ki, millətlərin süqutu üçün hansı amillər səbəb olur ki, millətlər süquta uğrasın? İki amil Qur'andan istifadə olunur bu ayələrdən. Birinci amil bundan ibarətdir ki, Qur'an-ı Kərim bir millətin süqutunu birincisi bu məsələdə görür ki, daxili keşmə-keşlikdə. Əgər bir millət, bir ölkə daxilində keşmə-keşliklər ola və gələ qan tökməyə çıxa və bura nəyə səbəb olur? Süquta səbəb olur ki, ayə özü işarə eləyir. Lə təsfiqunə dima'əkum və lə təxrucunə ənfusakum min diyarikum. Bir-birinizin heç vaxt qanınızı tökməyin və diyarlarınızdan xaric eləməyin, yaşadığı məntəqələrdən qovalamayın. Belə olsa bu süqut eləyəcəkdir. Bir millət, bir hökumət. İkinci amil bundan ibarətdir ki, hökmlər icra olduqda bəzisi icra olar, bəzisi icra olmasa, kimlərinsə xeyrinə bu hökumətlər qalmaz. Yaşamaz, millətlər əbədi olmaz. Ona görə qanun qanundur hamı üçün və qanun daha keçərlidir bir cəmiyyətin rəisi üçün. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.